Bir daha salam əziz izləyicilər, hər birinizə bir daha xoş gördük. Bugünkü mövzumuz sözün quruluşu növləridir. Bildiyimiz kimi sözlərin quruluşu 3 növ var. Sadə, düzəltmə, bir də mürəkkəb. Sadə sözlər nədir? Sadə sözlər bir kökdən və yaxud kök və qrammatik kəsrlərdən ibarət olur. Məsələn, yazaq, kitab. Kitab sözü bir kökdən ibarətdir. Deməli bu sadədir. Və yaxud buna qrammatik kəsr əlavə edək. Kitablar. Bu da olacaq yenə sadə. Düzəltmə sözlər isə kök və leksik kəsrlərdən ibarət olur. Yəni ən azı sözdə bir dənə leksik kəsr olmalı ki, bu olsun düzəltmə. Düzəltmə adından görüldüyü kimi yeni söz düzəldilən deməkdir. Baxaq. Kitab sözün kökü kitabxana. Kitab əşyadır, kitabxana isə hər hansı bir məkandır. Yeni söz yarandığı üçün bu oldu düzəltmə söz. Buna qrammatik kəsrlərdə əlavə etmək olar. Bunun heç bir məna fərqi yaranmayacaq. Deməli oldu düzəltmə söz. Başlanğıc forması isə leksik kəsrə qədər olan hissədir. Mürəkkəb sözlər. Mürəkkəb sözlər isə bir neçə yolla yaranır. Müxtəlif mənalı sözlərin birləşməsi ilə. Məsələn, quş üzümü. Quş üzümü. Burada quş və üzüm sözünün birləşməsindən əmələ gəlir. Yaxın mənalı sözlərin birləşməsi ilə. Məsələn, yorğan döşək. Bu tip birləşmələr def işarəsi ilə yazılır. Əks mənalı sözlərlə. Gediş, gəliş. Gediş, gəliş. Bu sözlərdə əks mənalı olduğu üçün def ilə yazılacaq. Eyni sözün təkrarı ilə. Məsələn, tez, tez. Bu tipli birləşmələr def ilə yazılır. Qeyri sözü ilə, yəni qeyri sözünün birləşməsi ilə. Qeyri-adi. Qeyri-adi. Bu sözdə def ilə yazılacaq. Ba-ha-a bitirici ilə. Məsələn, onlar dalbadal gəlirdilər. Ba-dal. Düzülmüşdülər. Vur-ha-vur düşdü. Bu sözlərdə ba-nın bitiricisi ilə yaranır. Tərkibindəki sözlərdən birinin ayırda işlənə bilməyən sözün köməyi ilə yaranır. Məsələn, çör, çöp. Çör, çöp. Çör sözünün mənası yoxdur. Buna görə də bu mürəkkəb söz sayılır və def ilə yazılır. Əks, eks, vitsi, ober, elmi, kontör sözlərinin köməyi ilə yaranan mürəkkəb sözlər də def ilə yazılır. Məsələn, elmi kütləvi jurnal. Elmi kütləvi. Elmi kütləvi def ilə yazılacaq. Digər, izafət tərkibi. Bu, əsasən ərəb fars dillərindən alınma sözlərdir. Ərəb fars dilində buna izafət tərkibi və izafət zənciri deyilir. Bəzi sözlərdə ikinci nöqtəyini söz birləşməsi və üçüncü nöqtəyini söz birləşməsinə bənzəyir. Baxaq, tərzi hərəkət. Tərzi hərəkət. Bundan əlavə ayrı yazılan mürəkkəb sözlərimiz də var. Ol, et, bil, qıl sözləri ilə yaranan sözlər mürəkkəb feillər sayılır. Məsələn, kömək etmək, yardımcı olmaq. Bununla da bir mövzumuzun da sonuna gəldik. Əziz izləyicilər, səhifəmizi izləməyi və abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşənədək. Hələlik.